Gələcəkdə hansı ixtisası seçsinlər deyə tərəddüd edirlər. Evimizdə bəzən vaxt keçirmədiyimiz qədər işdə vaxt keçiririk. Cəsarət təhsil almalıdır. Bu isə kökündən yanlışdır. Balları qaldıran abituriyentlərin nəticələridir. Riskə getmək istəmirlər. Buraxılış imtahanları qədər ixtisas seçimi də önəmli bir prosesdir. Mən Rızazadə Turqay, ölkənin ən böyük elm və təhsil platforması olan Elm və Təhsil sosial şəbəkə hesablarının yaradıcısıyam. Eyni zamanda orta məktəbdə coğrafiya və STEM dərslərini tədris edirəm. Bir bakalavrum, 2 magistrum var. Onlardan ikincisi Amerikanın George Washington Universiteti ilə Pedaqoji Universitetin ikili diplom təhsil proqramıdır. Eyni zamanda təhsil məsələləri üzrə nazirliklə koordinasiyalı şəkildə təhsil eksperti kimi də fəaliyyət göstərirəm. Gənclərə dəstək verməyə nə vaxtdan başladınız? Bu istək sizdə necə yarandı? Əslində abituriyentlərin universitetdə imtahan verməsi qədər də vacib olan ikinci məsələ ixtisas peşə seçimidir. Bəzi abituriyentlərimiz bu prosesin ötəsindən özləri və yaxud da ki, valideynlərlə birlikdə gələ bilirlər, amma cəmiyyətimizdə, məktəblərimizdə minlərlə şagird var ki, onlar gələcəkdə hansı ixtisası seçsinlər deyə tərəddüd edirlər və xüsusilə bu onların həyatında bir dəfə olan proses olduğu üçün riskə getmək istəmirlər və bu məsələdə mütəxəssis rəy almaq istəyirlər. O nöqteyi nəzərdən mənim də bu sahədə geniş təcrübəm olduğu üçün başladıq abituriyentlərə dəstək göstərməyə və indi də artıq bu işi peşəkarcasına görürük. İxtisas seçimi nədir və proses necə davam edir? İxtisas seçimi mən hesab edirəm ki, universitetlərə imtahan qədər vacib olan bir prosesdir. Çünki bir çox hallarda yüksək bal toplamasına baxmayaraq abituriyentlər düzgün ixtisas seçimi etmədiyi üçün ya ümumiyyətlə universitetə qəbul olmayıblar, ya da ki, gələcəkdə peşman olacaqları bir ixtisas seçmişlər. O nöqteyi nəzərdən hesab edirəm ki, universitetdə qəbul imtahanları, buraxılış imtahanları qədər ixtisas seçimi də önəmli bir prosesdir və hesab edirəm ki, bununla bağlı ciddi araşdırma aparmaq lazımdır. Valideynlərin, mütəxəssislərin rəylərini alıb, amma mütləq şəkildə özlərini gələcəkdə görəcəkləri bir ixtisasda seçmələrini tövsiyə edirəm. Bu belə bir prosesdir ki, tələb təklif əsasında formalaşan bir prosesdir. Yəni, sadə dildə desək, alıcı abituriyentdir, satıcı dövlət imtahan mərkəzidir. Alıcının tələbi çox olanda satıcının qiyməti qaldırması kimi bir prosesdir. Bəzən cəmiyyətdə yanlış bir fikir formalaşır ki, balları dövlət imtahan mərkəzi və yaxud da ki, şəxsi Mələkə xanım Abbaszadə qaldırır. Bu yanlış fikirdir. Balları qaldıran abituriyentlərin nəticələridir. Çıxarılan plan yerlərinə nisbətdə abituriyentlərin sayı çox olarsa, təbii ki, bu qəbul balların artmasına gətirib çıxarır. Yəni, abituriyentlərin balları nə qədər yüksək olacaqsa, qəbul balları da bir o qədər yüksək olacaq. Yəni, burada abituriyent və dövlət imtahan mərkəzindən başqa üçüncü təsir edəcək bir mexanizm yoxdur. Valideyn təzyiqi ilə ixtisas seçən gənclərə nə məsləhət görürsünüz? Bu məsələ çox mübahisəli məsələdir əslində. Mən sizə bir statistika deyim. Harvard Review jurnalında bir məqalə oxumuşdum. Orada qeyd olunurdu ki, Amerikada işləyənlərin 70% öz peşəsindən narazıdır. Bu onu göstərir ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə insanlar seçdikləri peşədən hər zaman razı qalmırlar. Yəni, peşə seçimində mütləq razı qalacaqsan deyə bir anlayış yoxdur mənə görə. Çünki insanlar bəzən 30-40 yaşlarında belə seçdikləri peşənin doğru peşə olmadığını anlayırlar. Təbii ki, ilk mərhələdə səhv etməmələrinin tərəfdarıyam. Yəni, heç olmasa gəncliklərində hansı peşəni işləmək istəyirlərsə, o ixtisası seçsinlər. Seçdikləri ixtisasdan ömrü boyu razı qalacaqlarmı? Bu, yəni sualdır və heç kəs deyə bilməz ki, bugün sevdiyin peşəni 25 yaşından sonra, məsələn 18 yaşında abituriyent seçdiyi peşədən 25 yaşında da məmnun qalacaq. Bu da mübahisəli məsələdir, bilinmir. Valideynlərə isə təzyiq göstərməsini düzgün hesab etmirəm. Birinci növbədə şagirdin fikirləri nəzərə alınmalıdır. Çünki şagirdlər yekunda o universiteti oxuyan şagird olacaq və narazı qalsa da, razı qalsa da öz seçimi olduğu üçün burada özü kompromisə gedəcək. Amma başqalarının seçimi ilə məcburi şəkildə ixtisas seçən zaman gələcəkdə ən adi çətinlikdə belə həmin insanları günahlandıracaq ki, siz məni məcburi şəkildə bu ixtisasa yönləndirdiniz. Bu nöqteyi nəzərdən hesab edirəm ki, valideyn şagirdlə ortaq nöqtəyə, məxrəcə gəlməlidir. Son olaraq,
bizə və abituriyentlərə nə demək istərdiniz? Abituriyentlərə tövsiyəm ondan ibarətdir ki, birinci növbədə özünüzü gələcəkdə hansı peşədə görürsünüzsə, o peşələri seçməyə çalışın. Və bəzən bu fikri səsləndirəndə bəziləri gülür həqiqətən, deyirlər ki, müəllim, əslində doğru bir bənzətmədir. Mən hesab edirəm ki, peşə, sənət, iş ikinci həyat yoldaş kimi bir anlayışdır. Çünki evimizdə bəzən vaxt keçirmədiyimiz qədər işdə vaxt keçiririk. Bu nöqteyi nəzərdən peşəni, ixtisası düzgün seçmək çox vacibdir. Çünki mən hesab edirəm ki, qazanca görə, yəni maddiyyata görə, vəzifəyə görə peşə seçmək gələcəkdə peşədə o qədər də uğurlu olmayacağı anlamına gəlir. Hesab edirəm ki, özünüzü rahat hiss etdiyiniz, özünüzü uğurlu olacağını düşündüyünüz bir peşəni seçin. Çünki sevdiyiniz peşənin arxasınca gedərkən mütləq şəkildə daha çox qazanacaqsınız. Amma sırf pula görə, ödənişə görə peşə seçmək, hesab edirəm ki, gələcəkdə bu istiqamətdə uğurlu olmaya bilərsiniz. 2x Akademiyaya da uğurlar arzulayıram. Mən sizin fəaliyyətinizdən artıq bir ilə yaxındır, bəlkə də daha çoxdur tanışam. Sizin bir çox videolarınızı həm platformamızda paylaşmışıq, həmçinin sizin videoların daha çox insanın qarşısına çıxmasına dəstək olmuşuq. Hesab edirəm ki, çox maarifləndirici videolarınız var və gənclərimizin xüsusilə də ixtisaslarla bağlı sizin çəkdiyiniz videolara həqiqətən ehtiyacı var. Bu işdə sizə gələcək fəaliyyətinizə uğurlar arzulayıram. Çox çətin, şərəfli bir peşəni seçmisiniz. Təhsil sahəsində bir respublikamıza, ölkəmizə, millətimizə töhfə vermək arzusundasınız. Fəaliyyətinizdə uğurlar. Ümid edirəm ki, bu sahədə fəaliyyət göstərən hər kəs sizə dəstək olacaqlar. Gənclərimizi də 2x Akademiyinin sosial şəbəkə hesablarını izləməyə, abunə olmağa, videoları bəyənməyə, dəstəkləməyə çalışıram. Çünki sizin hər bir abunəliyiniz, dəstəyiniz bu uşaqlar üçün, gənclər üçün əlavə motivasiyadır.